Vizit kartı verirdilər mənə, katalog, xalça yerləri, sədərəkdə gedirdik, bir-bir. Yanımda da bir qız vardı, bir mən. O qız da məni aldatdı, qazandığım pulu 79 manatı mənə vermədi, nömrəsini də dəyişdi, tapmadım. Orada belə gəlib məni lağa qoyan tələbələr olurdu ki, ay gəlib burada işləyirsən. Mən gənc olaraq birdən-birə hardan başlamalıydım? Birdən-birə məni aparıb böyük şirkətdə rəhbər vəzifəyə qoymayacaqdılar ki, Əli Mirzəoğlu Qasımov, LL Qrup Dizayn şirkətinin həm təsisçi və rəhbər vəzifəsində çalışıram. Əli Mirzəoğlu kimdir? Çox mənə sual verirlər, niyə Mirzəoğlu? Mirzə mənim atamın adıdır, ona görə onu soyad kimi də istifadə edirəm və bu mənə uğurlu gəlir. Yəni mən öz həyat hekayəmə baxanda bir çox keşməkeşli həyat yaşamışam, zəhmətkeş gənclər kimi. Universitetdə mühəndislik təhsili almışam. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həm magistr, həm bakalavr təhsili, eyni zamanda doktorantura təhsili alıram hal-hazırda. İxtisasım beton mühəndisidir və polimer mühəndisidir. Bunu da öz işimə inteqrasiya eləmişəm. Abituriyent olaraq hazırlaşdığım dönəmlərdə mühəndis olmaq mənim ən böyük arzum idi. Amma oxuduqdan sonra bu arzum artıq böyük bir istəyə çevrildi. Mən mühəndis işləməliyəm və universitetdə çox çalışırdım. Şirkətlərə müraciətlər eləyirdim, böyük şirkətlərə, bilindik şirkətlər var təbii ki, ad çəkməyə yəqin ki, ehtiyac yoxdur. Və 3-cü kursda oxuyanda mən çox məşhur bir şirkətlərdən birində işə başladım. Bu uzun müddətli çəkmədi, amma bu mənə böyük bir uğur qatdı. Yəni mühəndislik olaraq Azərbaycanda deyildi, Türkiyədə idi. Orada proqram çərçivəsində biz başlamışdıq. Ondan sonra artıq 4-cü kursu bitirəndə mənim bir backgroundum var idi deyə Azərbaycan yerli şirkətlərindən birində kiçik mühəndis deməyək də, yəni operator vəzifəsinə başlamışdım. Bu mənim üçün o zaman üçün əlçatmaz bir şey idi və çox böyük sevinclə qarşılamışdım. Və mühəndis olmaq, o paltarı geyinmək, yəqin ki, burada mühəndis təhsili alan tələbələr olacaq və yaxud mühəndis işləyən şəxslər olacaq. Çox əməksevər bir vəzifədir və çox diqqət olunmalı bir sahədir. Mühəndis olarkən mən o kaskanı geyinmək, o paltar var idi, həvəsli idim və zaman keçdikcə bu hiss məndə başladı yavaş-yavaş ölməyə. Düşünün, ən böyük xəyalınız mühəndis olmaq olur və zaman-zaman bu hisslər ölməyə başlayır. İşlədikcə təbii ki, indi buradan düşünə bilərsiniz ki, niyə? Çünki mən həmişə ambisiyalı bir şəxs olmuşam. Ambisiyalı olma tərəfində ondan ibarətdir ki, olduğum yeri